Şərqi Zəngəzur Regional Məşğulluq Filialı ilə Kəlbəcər rayonunda bərpa, tikinti və idarəetmə xidmətinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə birgə əməkdaşlıq istiqamətində müzakirə aparılıb. Qarabağ Regional Məşğulluq Filialı və Azərbaycan International Mining Company şirkətinin birgə təşkilatçılığı ilə mövcud vakansiyalara müraciət etmiş vətəndaşlarla görüş keçirilib. Vətəndaşların məşğulluq imkanlarının qiymətləndirildiyi görüşdə uyğun namizədlərin işlə təmin olunmaları nəzərdə tutulub. Qarabağ Regional Məşğulluq Filialı və Xankəndidə fəaliyyət göstərən Qoçət Kəndli Fermer Təsərrüfatı MMC-nin birgə təşkilatçılığı ilə əmək yarmarkası təşkil edilib. Yarmarkada vətəndaşların bəziləri peşə kurslarına cəlb olunub, bəzilərinin isə birgə maliyyələşmə proqramı çərçivəsində işlə təminatı nəzərdə tutulub. Şərqi Zəngəzur Regional Məşğulluq Filialı və Qarabağ Peşə Hazırlığı Mərkəzinin birgə təşkilatçılığı ilə Laçında fəaliyyət göstərən Laçın İstirahət Kompleksində otel xadiməsi peşəsi üzrə hazırlıq kursu yekunlaşıb. Kursu uğurla başa vurmuş keçmiş məcburi köçkünlərə sertifikatlar təqdim olunub. Böyük qayıdış proqramına əsasən 2-5 iyun tarixlərində işğaldan azad olunmuş bir neçə rayon və şəhərdə vətəndaşların aktivlərlə təminatı həyata keçirilib. Laçın şəhəri və Laçının Zabux və Sus kəndləri, Şuşa şəhəri, Xocalı şəhəri və Xocalının Ballıca kəndi, Ağdam rayonunun Sarıcalı kəndi, Füzuli və Cəbrayıl şəhərlərində daha 24 sakinə özünü məşğulluq proqramı çərçivəsində avadanlıqlar təqdim edilib. Bu avadanlıqlar hesabına onlar un məmulatlarının istehsalı, qadın gözəllik salonu, kişi bərbərxanası, kiçik dərzi sexi, telefon təmiri, poliqrafiya xidmətləri, səyyar kofe evləri, agroturizm, broiler inkubatoru, avtomobil şinlərinin bərpası və təmiri xidmətləri üzrə kiçik bizneslərini yaradıblar.